Bakın bir dənə qardaş. Bu sizə. Hə, mənəm. Burada işləyirdiniz əməlli başda. Hə, işləyirdim. Çörəyimi qazanırdım. 96 kilo idim. Hər şeyim getdi. İşim töküldü, canım getdi. Həyat da Bu yaxınlarda bir qız çəkmişdim, 650 bal yığmışdı. Bu belə bir şəraitdən çıxmışdı o da. Baxmışdı, evin üzünü çörmüşdü, üzü görsən mən. Hə, və əgər sən də gedib 500-dən yuxarı bal yığsan inşallah Allahın izni ilə. Mən söz verirəm ki, sənin üçün nə lazım olsa eləyəcəm. Bax, söz verirəm və orada baxan hər bir insan söz verə bilər ki, o balı yığsan, elə bir anavın, atavın və bacının həyatını xilas eləmiş olarsan. Oxumağa aid qalmağındır, yeməyin, yatmağın hamısını verərik. Sadəcə sən bir dənə o balı yığ. İnşallah. İndi de söz ver. Söz verirəm ki, olacam. İnşallah. Allah'ım arzularını çatdırsın. Özler görür də zulum çəkirəm. Mən də deyirəm oxuyun. Gələcəyiniz neysə bir şey olsun. aparırlar çöldə otuzururlar. Çox yox, bir yarım saat gedib oturaq, ayaqlarım şişir dizimə qədər. O da mənə əziyyət verir, bilmirəm o nədəndir. Yəni belə. Bu biri 16 manat 20 qəpikdir, 2 dənə alınmalıdır, sistemdir, şəkər sistemi. Neçə almışdıq bunu? 8 manat neçə gedir? 8 manat, sonra nəm qandırıcı dərmandır. Qızlara sual verdim ki, nə istəyirsiniz? Dedilər, atamızın sağalmağını istəyirik. Bunun bir sağalma yolu var, yoxsa ancaq bu insülin vurmalısan? Ancaq onu vurma, ondan asılıyam. Yol nədir? Qurban olum Allah. Allah bilənməsin. Kim baxır ən çox? Mən bax, özüməm. Sən də baxırsan atava? Əsas bunlardır. Mən qab yumağa çağırırlar da üstümüzə salıq yas yerinə gedirəm. Səhər 8-in yarısı gedirəm, axşam 4-də 5-də gəlirəm. Yəni onu gəlirəm ki, yeməyinidir, olanda bişirirlər. Nə bilim, Allah verəndən, pendirindən, şorundan nə var, ondan verirlər, yeyir. Özləri də yəni götürüb gətirirlər deyib ayaq yoluna. Çöldə gözləyirlər elə bir güclə. Özü gedə bilmir, hə? Özü gedirir, qardaş, çox çətinlik çəkir. Yəni hasa ilə bir təhər gedir, amma gərək kimsə köməklik eləyir. Deyirlər qızlar gedək sizə bir dənə, sən də gəl istə. Yaxında market var.